təsəvvür edirsiniz Rusiya üçün? Yəni Putin rejimi o qələbə söhbətini 1945-ci ildə faşizm üzərində qələbəni elə bil ki, Rusiyanın monopoliyasını almağa çalışır bu son illərdə xüsusən və həddindən artıq sui-istifadə edir həmin mövzulardan və Rusiyanın son illərdəki həyatında ən önəmli hadisə kimi də elə 9 maydakı qələbə paradı və tədbirlər önə çəkilir. Çalışırdılar ki, əvvəl həm ölkə daxilində təmtəraqlı keçsin bu bayram tədbirləri, həm də mümkün qədər çox xarici qonaq gəlsin. İndi Ukrayna savaşından sonra xarici qonaqlar mövzusundan əl çəkiblər, ümidlərini çəkiblər, amma daxildə o tədbiri yüksək səviyyədə keçirməyə çalışırlar. Və eyni zamanda o təkliflə Putin eyni zamanda bir güllənin iki quş vurmaq istəyir. Bir tərəfdən 9 may hərbi keçidinin, paradının təhlükəsizliyini təmin etmək istəyir, rahatlığını təmin etmək istəyir, özünün də təhlükəsizliyini təmin etmək istəyir. Eyni zamanda ikinci bir tərəfdən də bilir ki, Trump bu sülh, atəşkəs mövzularını xoşlayır və ona elə bil ki, növbəti bir təşəbbüs göstərir ki, görsənmə, mən faşizm üzərində qələbə günü atəşkəs təklif edirəm və Trump da çox həvəslə bunu dəstəkləyir. Zelenski isə çox təcrübəli bir siyasətçi kimi, eyni zamanda müharibə aparan dövlətin rəhbəri kimi davranır və deyir ki, olsun, ancaq gəl əvvəlcədən başlayaq, uzun müddət davam eləsin. Və burada həm təşəbbüslərlə keçirmək istəyir, həm uzun müddətli atəşkəsə nail olmaq istəyir, həm də nümayiş etdirir ki, mən sənin dediyindən oturub durmayacağam da, əziyyət çəkmir. Və nəticədə hələ ki, görünən budur ki, atəşkəs baş tutmur. Rusiya-Ukrayna savaşı artıq 4 ildən çoxdur ki, davam edir. Bu artıq SSR ya Rusiya ilə Almanya, faşist Almanya arasında müharibədən daha uzun çəkməyə başladı. Dəhşətli bir hadisədir. Və artıq adiləşir. Təəssüf ki, müharibə də adiləşir. Yadınızdadır, müharibənin ilk aylarında hər gün bütün Azərbaycan əhalisi də həmin müharibənin gerçəklərindən yaşayırdı, müzakirə edirdi. Ancaq 4 ildən çox keçir. İstər-istəməz mövzu elə bir ki, səngiyir, ikinci arxa plana keçir və s. və s. Və indi isə qaldı ki, 9 mayda nə olacaq? Mənə elə gəlir ki, atəşkəs elan olunmasa da, hər halda 9 may günü Moskvanın vurulması o qədər də yaxşı görünməyəcək. Hər halda hansı əvvəlki bir müharibənin sülhünə aid bir hadisədir və Putin də imkanı olmadığı üçün həmin paradda faktiki olaraq hərbi texnikanı cəlb eləməyəcək. Hərbi texnika olmayacaq orada. Mobil internet də işləməyəcək. Və ona görə də oranı vurmaq o qədər də gözəl görünməyəcək. Təbii ki, Ukrayna dövlətinin, Zelenskinin verəcəyi qərardır. Bəlkə də orada nümayişkarana bir jest eləmək olar. O Zelenski işarə elədi ki, bizim dronlar gələcək paradda iştirak edəcək. İrəvanda dedim mən. Ancaq prinsip etibarıyla bəlkə də o dronlar orada silah, atəş yox, tutaq ki, müəyyən plakatlar, müəyyən mesajlar yazılıb, pankartları orada səpələsələr Moskvanın mərkəzində, o da maraqlı bir dünyanın mediasının, ictimaiyyətinin diqqətini cəlb edən bir hadisə olar, ciddi bir mesaj olar. İsa bəy, sizin üçün yəni aydındırmı? Bax, Putinin strategiyası nədir? Yəni müharibə faktiki, müharibə cəbhə zonasında hərəkət etmək mümkün deyil. 30 kilometrlik bir ölü zona yaranıb. Hər iki tərəfdə dron operatorları əyləşiblər. Canlı qüvvə, texnika daxil olan kimi dərhal məhv edilir. Yəni burada irəliləmək artıq mümkün deyil indiki qüvvələr nisbətində və Rusiya böyük bir səfərbərlik eləyib yeni bir ordu ordunu yenidən komplektləşdirib müharibəyə girsə, bəlkə hansısa bir yenidən ərazilərdə müəyyən irəliləyiş var. Bu hərbi ekspertlərin fikirləridir təbii ki. Amma yəni strategiya, hədəf nədir? Yəni insanlar ölür, Rusiya iqtisadiyyatı çox ağır vəziyyətə düşüb. Birinci Rubin göstəriciləri 8 trilyonluq kəsiri göstərir və bütün Mərkəzi Bankın sədri, İqtisadiyyat naziri hamısı deyir ki, batırıq. İş adamları deyir, batırıq. Amma heç nə saxlaya bilmir.
Yəni məsələ dalana dirənibdir. Müharibə dalana dirənibdir və Rusiya tərəfi daha çox ərazini işğal etməyə, xüsusən də Donetsk, Luqanskın işğalını yekunlaşdırmağa çalışdı, eləyə bilmədi. Ukrayna tərəfi işğal olunmuş əraziləri azad eləməyə çalışdı. Bu da alınmadı, yarımçıq oldu. Və indi siz dediyiniz kimi daha çox mövqe müharibəsidir və daha çox dronların nəzarətində olan ərazilər məsələsidir. Sadəcə olaraq son aylarda Ukraynanın üstünlüyü daha aydın şəkildə görünməyə başladı. Arxa hədəfləri daha və daha çox torpaq azad edib Ukrayna son aylarda nəinki Rusiya işğal edibdi. Və eyni zamanda Ukrayna Rusiyada dəhşət zərbələr vursa da, xüsusən də şəhərlərə, mülki obyektlərə, amma Ukraynanın da Rusiyanın sənaye mərkəzlərinə, hərbi mərkəzlərinə vurduğu zərbələr çox ciddidir, ardıcıldır, ağırdır. Və üstəlik də ki, artıq Rusiya ekspertləri özləri də qəbul edirlər ki, müasir müharibə məsələsində Ukrayna Rusiyanı üstələyibdir. Həm müharibənin idarə olunması məsələsində, həm bu texnologiya məsələsində, xüsusən dronlarla, həm hücum dronları, həm də dronlardan müdafiə sistemində Ukrayna ciddi şəkildə önə çıxıbdır və hətta gördünüz ki, bölgəmizdə, yaxın şərqdə müharibə başlayandan sonra ABŞ-İran savaşı bütün bölgəni bürüdü və Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ehtiyac duydular Ukraynanın mütəxəssislərinə ki, gəlib onlarda o hava hücumundan müdafiə sistemini qursunlar. Yəni onlar milyardlarla pul xərcləyib qərbdən çeynik almışdılar, avadanlıq almışdılar o hava hücumundan müdafiə sistemlərini. İndi isə məcbur oldular ki, Ukraynanın ucuz qiymətə təşkil edə biləcəyi hava hücumundan müdafiə sistemlərinə keçsinlər, dronlarla işləməyə keçsinlər. Yeri gəlmişkən o mütəxəssislər Azərbaycana da gəldilər, tamamilə məntiqlidir. Dronlardan istifadə məsələsində Azərbaycan öndə olsa da 2020-ci ildəki 44 gün savaşda bu dronlar Azərbaycanın qələbəsində, uğurunda böyük pay sahibi olsalar da, hər halda son dövrlərdə Ukrayna çox ciddi şəkildə irəli çıxıbdır və onların təcrübəsindən, biliyindən istifadə eləmək düzgündür. Bunu ərəb ölkələri də eləyirlər, bəzi Avropa ölkələri də eləyirlər və Azərbaycanın da bunu etməsi tamamilə düzgün hadisədir. Və görünən budur ki, bu saat müharibədə hədəf qələbə deyil. Müharibədə hədəf kim birinci yorulacaq və sıradan çıxacaq, kim tükənəcək. Odur hədəf. Rusiya Ukraynanın şəhərlərini vurmaqla, mərkəzlərini vurmaqla Ukrayna xalqını müharibədən çəkindirməyə çalışır. Ukraynada Rusiyanın hərbi və enerji mərkəzlərini vurmaqla Rusiya xalqını, Rusiya dövlətini müharibədən çəkinməyə məcbur eləməyə çalışır. Kim birinci yorulacaq, kim birinci tükənəcək, bunu demək çox çətindir. Ona görə də proqnoz vermək yəqin ki, burada düzgün olmaz. Sadəcə olaraq istəyimizi bildiririk ki, Ukrayna haqq mövqeyində olduğu üçün biz Ukraynanın qələbəsini istəyirik. Müharibəni Ukrayna başlamayıb, Rusiya başlayıb. Ona görə də bu müharibənin də qalibi müharibə cinayətkarı Putin rejimi deyil, müharibənin qurbanı olan Ukrayna xalqı olmalıdır. Biz Ukraynanın qalib gəlməsini istəyirik. Bunun da o qədər də fantastik bir istək deyil, bu kifayət qədər realdır. Yəni, Rusiya nə qədər böyük dövlət olsa da, Rusiyanın tükənməsi daha real görünür, nəinki Ukrayna. İsa bəy, çox təşəkkür edirəm sizə, maraqlı müsahibə. Siz də sağ olun, təşəkkür. Hörmətli izləyicilər, biz Müsavat Başqanı Səqəmbərlə regionun, Azərbaycanın gündəmi mövzularını müzakirə elədik. Maraqlı verilişimiz alındı. Bəyənin, paylaşın, minnətdarıq.